Salam əziz izləyicilərimiz, Binə qəsəbəsində, Binə mərkəzinə yaxın 8 sotda 140 kvadratlıq bir evimiz çıxıb satışa. Evimizin bax yolu budur. Asfalt küçədir. Məktəb bağça evə yaxındır. Marşrut düz evin qapısından keçir. Gəlin daxil olağın evin içərisi ilə sizi tanış edeyim. Bu bizim evimizin həyətidir. Evimiz 8 sotda inşa olunub, bir də qeyd edirəm. Və belə bir bağ üçün yeri var evin qabağında. Evimizin yan hissəsində və belə bir bağ üçün yenə bir yeri var. Zeytun ağacıdır, burada vişne ağacıdır. Evdə həyətdə quyu suyu da var, dövlət suyu da var. Və bizim suyumuzun sayğacıdır. Bu da evimizin yan hissəsi, bu birisi yan hissəsidir. Evimizin həyəti ilə tanış olduq. 8 sotda inşa olunubdur, 140 kvadrat evdir. Ev 5 otaqdan ibarətdir. Bir mətbəxdən. Keçəyin evin içərisinə də sizi tanış edeyim. Bir də qeyd edeyim, evimiz 14 daş kürsüdədir. Evimizin padvalının hasarı olmadığına görə açıb göstərə bilmirik. Kombidir. Yəni padvalda birinci mərtəbədə hamam tualet də var. Addelini. Bu belə 14 daş kürsüdədir. 14 daş pilləkənlə qalxırsan yuxarı. Pilləkənlə qalxdıq yuxarı. Yenə də belə həyətin mənzərəsi çox qəşəngdir. Girən kimi bizi qonaq otağı qarşılayır. Sağ tərəfdə burada bir yataq otağıdır, uşaq otağıdır. Burada bir otaqdır. Geniş otaqlarımız. Burada bir yataq otağımızdır. Deməli, nə oldu Seymur? 1, 2, 3 dənə burada. Aşağıların bəziləri qalacaq, bəziləri gedir. Bu da 4-cü yataq otağıdır. Böyük otağımız. Otaq. Evdə bəzi əşyalarımız qalacaq. Kondisioner də qalır. Kondisionerdir. Mətbəxdir. Vakamızı qalacaq, bir dənə xaladı gidilir. Stollar divanlar götürüləcək, kalan əşyalar var. Bu da sanitar qorxu. Burada sanitar, sanuzel bir yerdədir. Tam təmirlidir. Evimizin qiyməti nədir Seymur? 130 minə deyilir. 5 otaqdır. 130 minə deyilir. 8 sotda inşa olunub. Endirimdə olacaq inşallah.